Danışmışdım kölgəm haqqında. O həmişə deyir ki, mənimlə danışmasın heç kim. Mən sadəcə kimə istəyirəm gedirəm, hara istəyirəm gedirəm, nə istəyirəm eləyirəm, özüm bilərəm. Özü bilməz əslində, biləni bilir, amma yenə də. Hə, hamına üzbəyiz gəlirəm, heç kimin dalıyca düşmürəm. Sonra da deyir ki, heç kim mənimlə ünsiyyət qurmasın, hamıya elə bir obraz yaradaq ki, kimsə sadəcə görür, amma əslində elə bir şey yoxdur. Və bildirir ki, nədən danışırdım? Kölgə ilə danışanda başlayır kəkələməyə. Bu da təzə metoddur tapıb. Düzdür, kölgə çox adamı qoymur o özü ilə danışmağa. Kəkələyir, hecalayır, qəribə danışır. Onun danışıq tərzi normaldır, heç bir problemi yoxdur. Sadəcə qarşındakını ələ salma üsulu olaraq onu tapıb. Bilin istədim. Sizə də kölgələr rast gəlsə, metodlardan biri də bu kəkələmədir.